Müttehim nömrə 4. Ne kadar diyor? Ne olur kardeşim, ne olur? Qalxın. Siz dövlət işinə barmaq arası baxdığınıza və yeri gəldi gəlmədi çərənçil eləyib baş apardığınıza görə mühakimə olunursunuz. Ben? Selamünaleyküm. Bu ne hengamedir be? Xeyirdir inşallah o qalqam qağa. Yani ne xeyir? Əşi çox getdim gəldim. Yalnız sənin də isbalkomunda, istilik idarəsində əncam eləyən olmadı. İndi ağlıma bir şey gəlib qazanmaq istəyirəm. Yani ne kadar? Kooperativ hamamxana tikirəm. Sağ ol. Əşi isti suda boş-boşuna axıb gedir 10-15 binanın suyu. Gördüm əncam eləyən yoxdur, ölürük soğuqdan. Ben de tikirəm də hamam. Karamanı da şey, ülke televeriydi be ya. Kooperatif ha. Bu isti su halkın malıdır. Əki, xalqın malısa düzəltdir ver özünə də. Ölürlər soyuqdan ki. O benim işimdir. Turba binadan kenarda bakayım. Kazanma ha. Gel, başına tak onu. Ülke denemelidir ya. Bu iş böyle boyma olmaz. Reis qağa, xeyirdir inşallah. Bakın hele, buraya gel. Əşi binanın isti suyu axıb gedir, mən də tikirəm sağ ol. Neyini qazanmaq istəyirəm. Bu ne sözdür? Her özüne bir kazan yolu tabu. Bizden habersiz. Ben hiç ne bilmirəm. Büyük gün ortaya gibi düzelmelidir. Vesselam. Aramis, Akşi, gözün aydın, otağlar kızdı. Oha. Yox balalarım, qazanmağa qoymadılar. Əmilər gəlib suyu düzəltdilər. Bəraət üçün sözünüz var? Ne diyeyim kardeşim? Çok sağ ol, çok sağ ol. Öpürem. Sercan çok sağ ol. Otur, otur. Benim gözümsün.